Dostlar, mən belə bir açım eləmək istəyirəm. Borcla əlaqəli olacaq. Borclarla əlaqəli. Əgər sizə kiminsə borcu varsa, həmin o borclarını qaytaracaqmı tez bir zamanda? Və bu insan nə düşünür bu barədə? 3 variant koyacağım yine. Birinci variant, ikinci variant, üçüncü variant. Həmin insan nə düşünür? Hansı addım atacaq? Məsləhət kartda olaraq atıram. Üçüncü kartlarda məsləhətimi atıram. Birinci pişiyi koyacağım. 2'ye snegovik. 3'e də sıçanı koyuram dostlar. Hemen birinci variantdan başlayıram. Bu insan hal-hazırda ola bilsin. Bax, biraz çox bilmiş adamdır. Bir adam yalan danışa bilər. Ola bilsin bu adam tək yox, bir neçə insanlar bəlkə iş görüb də, bir neçə insan da var bu mövzuda, bu pul mövzusunda. Bəlkə bu da kimləsə götürməlidir və sizə verməlidir. Belə deyim dostlar, biraz yalan danışa bilər. Hal-hazırda bu adam mən bu dəqiqə görmürəm. Yəni pul verə bilsin. Bunun özünə də budar olubdur. Başa düşürsünüz, bunun özünə də biraz problemləri var. Amma sizə belə bir şey deyim mən, məsləhət olaraq. Bəlkə ola bilsin hökumətdən götürüb verə bilər də, belə bankdan belə bir şeylər. Biraz problemləri var bu adamın. Və belə bir şey deyim sizə, siz bu insandan pulu götürmək üçün tək yox, bir neçə adamla birləşməlisiniz və yaxud da başqa adamlar da bu sizin mövzunuza, bu pul temasına qoşulmalıdır ki, bu biraz tez həll olunsun dostlar. İkinci variant. İnsan hal-hazırda ola bilsin biraz yaxınlarının yanındadır, ola bilsin öz doğmalarından, dostlarından, qohumlarından nəsə məsləhət alır, məsləhətləşir. Və sizinlə də nəsə bir danışıq eləyəcək bu adam. Məsləhət eləyəcək sizinlə, hansısa bir ortac məxrəcə gələcəksiniz. Burada bir razılığa gələcəksiniz siz. Çünki burada məsləhətlər gedir bu mövzularında. Sizə nə məsləhət verir kartlar? Bilirəm, ola bilsin evinizdə biraz söhbətlər var, biraz narahatçılıq var və gözləmədiyiniz bir səmtə yönəlibdir bu mövzu. Biraz səbirli olun. Biraz sonra bu işlər həll olunmalıdır. Çünki bu elə bir şeydir ki, ola bilsin gözlənilmədən, gözləmədiyiniz bir səmtə yönəldi bu. Narahat olmayın. Həll olunmalıdır. Üçüncü variant. Burada da bu insan nəyləsə maraqlanır. Ola bilsin hardansa götürüb vermək istəyir. Dedikodular da gedir bu temada. Çox ağıllı adamdır, yalan da danışa bilən adamdır, mən sizə deyim onu. Belə ağıl insandır bu. Hansısa bir razılığa burada da gələcəksiniz. Bu problemlər həll olunmalı tez bir zamanda burada. Hətta burada bəzilərinizdə məhkəməyə qədər də gedə bilər mövzu. Gedərsə udacaqsınız. Sizin özünüzün də bir ideyanız var bu tema ilə əlaqəli. Bu insan da nəsə fikirləşib verməklə əlaqəli, verməlidir. Verəsiz, narahat olmayın, veriləcək burada da pul. Amma bu adam çox intellektli, çox danışığını bilən, çox bilmiş belə bir insandır. Amma mövzunuz udacaqsınız, siz udacaqsınız. Lübə variant udursunuz. Narahat olmayın, aktiv olun, əl çəkməyin. İdeyanız, fikriniz var sizin özünüzün və ideyanızdan yerin. Əldə eləyəcəksiniz. Bəli, əldə eləyəcəksiniz. Narahat olmayın. Üçüncü variant. Tez bir zamanda. Bax, belə dostlar. Yenə açımlar edəcəm. İzləyin, izləmədə qalın. Maraqlıdırsa kanalım. Bu qədər. Abunə olun dostlar.